Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bizlərdə belə bir deyim var. Əl tutmaq Həzrət Əlidən qalıb. Bu deyimin əsas qaynaqlandığı mənbə Həzrət Əli əleyhissalamın gecələri çiynində yetimlər üçün, kasıblar üçün, əhalinin zəif təbəqəsi üçün daşıdığı asuqələrlə bağlı idi ki, Həzrət Əli əleyhissalamın gecələr sədəqə paylaması, ehsan etməsi dillərdə məşhurdur. Məhz oruç tutmağın da aydın nəticələrindən biri budur ki, oruç tutduqda yoxsul və kasıblara qarşı münasibətdə həmdərdlik hissinin oyanması və yaranmasıdır. Rahat həyat tərzi keçirənlər, susuzluğun, aclığın nə olduğundan xəbəri olmayanlar, yoxsulluq zülmünü görməyənlər və dadmayanlar kasıblığın nə olduğunu, fəqirliyin necə olduğunu dərk edə bilməzlər. Məhz oruç tutmaqla belələrini qəflətdən oyatmaq, onlara yoxsulluğun acısını dazdırmaq, kasıblara kömək etmək, xeyirxahlıq göstərmək, dərdə şərik çıxmaq mümkün olası bir şeydir. Belə bir vəziyyətdə dövlətli, imkanlı şəxslər kasıb adamları hardasa müəyyən qədər dərk edib başa düşə bilərlər. Bir sözlə Ramazan ayı varlıları kasıblara yaxınlaşdırır. Elə buna görə də mübarək Ramazan ayını kömək ayı adlandırıblar. Yəni müsəlmanlar ehsan verməklə məşğul olub, bu insani sifətin nəticəsində qəzəb və kindən, digər pis fikir və niyyətlərdən xilas olmaqla qardaşcasına Allah nemətlərindən istifadə etsinlər. Həzrəti İmam Həsən Əskəri əleyhissalamdan soruşdular ki, niyə görə oruç tutmaq vacibdir? İmam Həsən əleyhissalam sualın cavabında belə buyurdu. Varlıların, imkanlıların aclıq dərdini başa düşmələri, yoxsul və kasıb insanlardan xəbərdar olmaqları üçün oruç vacib edildi. İmam Sadiq əleyhissalamdan da bu sual barəsində soruşduqda ağa belə cavab verdi ki, yoxsul ilə varlı bərabər olsunlar deyə və imkanlılar aclıq zülmünü hiss edərək kasıb təbəqəyə əl tutsunlar deyə Allah orucluğu və oruç tutmağı vacib etmişdir. Allah bəndələri arasında eyniliyin, bərabərliyin olmasını istədiyi üçün varlının da aclıq hisslərini dadması üçün orucu vacib edibdir. Əgər belə olmasaydı, varlılar yoxsul və aclara rəhm etməzdilər. Allah bizləri və sizləri qiyamət gününün aclıq və susuzluğundan amanda saxlasın inşallah.